ki dayanmadı. Maşallah olsun ki artık Brilliant direktördür. Hakikaten gurur duyuyorum onunla. Ve burada olan 3% meselesi. 3% var. 3 yoktu. 3'lerimiz geldi. En fazla 6'dı da direkt oldu. İnşallah 6% meselesi, baş meselesilerimiz var ki inanıyorum ki kısa zamanda bak o hanımlarımız da direktör olacaklar. Bak bunu arzulayıram her birinizde. Bak burada olan 15%'lerimiz de var, 19%'lerimiz de var ki düşünüyorum ki onlar da yakın zamanlarda direktörlük rütbesini açacaklar ve hakikaten de tabii ki sizin uğrunuz bizim uğrumuzdur. Aysel Hanım paylaşımda usta. Hem sanırım da gizliyim ki görüntüler direktör maşallah olsun hakikaten de. Ben inanıyorum ki o bir de direktörler olacak ki yani sayın etmesi Allah'ın izniyle. Ve hanımlar bakın size bakın hanımlar size böyle bir söz diyeceğim. Ben fabrikaya geldim yani ilk Aysel Hanım'ı getirdim ve tabii ki ondan sonra da işlemek lazımdı ki yani yüksek rütbede vermek için. Ama ben geldim Aysel Hanım'ı getirdim ondan sonra ben de yazdım işlemedim. Ve hanımlar bilirsiniz fabrik şirketinden benim ne öğretecekti ne belediyelimde. Burada məqsədim olduğunu nəyə görə deyəcəyim sizə ki, baxın, mən yəni Aysel xanımı gətirdikdən sonra bir müddət dayanıb belə deyim, ara verdim. Səbir xanım deyir, nişanlandım daha sonra nəysə dayandım. Amma xanımlar, baxın, sizə belə bir söz deyəcəm. Burada belə deyim, direktorluğa hazırlaşan xanımlarımız var ki, gəlirlər müəyyən bir faizdə dayanırlar. Baxın xanımlar. Bakın xanımlar, sizə belə bir söz deyəcəm. Əgər hədəfiniz varsa, məqsədiniz varsa, dayanmış. Bilirsiniz, çox istəyir. Baxın, misal üçün, artıq biz nəfəsimizi alanda nə istəyirik? Tez nəfəs almaqda, düzdürmü? Ayrı misal üçün, belə susuz qalanda nə istəyirik? Yəni, anında su istəyirikdə. Bax, biz yəni, o faiz deyil istəməliyik, lütfən deyil istəməliyik ki, yəni, o faizə çata bilir. Ona görə xanımlar, hər birinizdən onlar razı edər və düşünürəm ki, burada olan xanımlarımızın hər birisi inşallah ki, baxın, bizim təbii tədbirlərimiz olsa və tədbirlərimizdə hər biriniz istəyirsiniz ki, səhnələrdə olasınız, direktor kimi çıxışlar eləyəsiniz. Baxın, mən hər zaman onun xəyali edirdim ki, mən də direktor olacağım, mən də bu misal səhnələrdə iştirak edəcəm. Həqiqətən də insanın öz arzuları olur da və təbii ki, o arzuları reallaşdırmaq üçün bu günləri dayanmadan çalışsanız, hər şey oyuncalara, təbii ki, baxın, mənim özümün də belə deyildim. Öz anam, atam, yoldaşım mənə inanmırdılar, deyirlər, sən bacarmayacaqsan. İnanın ki, bilirəm ki, burada xanımlarımızda da öz yaxınlarımız deyirlər, bacarmayacaqsan, alınmayacaqsan, sənlik deyil. Baxın, mənə də o sözlərini deyir. Amma mən o qədər istəyirdim ki, ürəkdən istəyirdim ki, bu rütbələri, nə bilim ki, öz gəlirim olsun, öz qazancım olsun. Təbii ki, bir qadının öz qazancı olması, insanda olan özündən o bambaşqadır. Həqiqətən də fabrik şirkətindən 21 günlər qazancı almaq. Keçən günüm deməli, hava çox soyuq idi. Qaynanam geyinib əyilini təbii ki, o işi elədi ki, yağış, sanırım, qar falan yağsa da o işdə getməlidir. Qaynanam deməli, səhər-səhər yuxum oyandı, nəysə yuxum onları yola saldım. Bir də çevirib özümə baxıram ki, yəni mən oturmuşam isti evimdə, çay qarşımda, telefon vasitəsilə komandamı idarə edirəm, maşallah olsun, qaynanamdan da çox maaş alıram. Amma qaynanam, yəni soyuqda, boranda, yəni getdi işinə və təbii ki, onlar sizinlərdə səhər gün gəldi. Yəni, həqiqətən xanımlar, biz işimizin qədrini bilməliyik. İnanın mənə ki, mən düşünürəm ki, hər sırada nə yaxşı ki, Güney xanımı mən fabrikə dəvət edib, yəni fabrikə məni gətirib ki, və təbii ki, mən də onun inamını qırmadım, təbii ki, mən də çalışdan, duruşdan məşğul Allah'a ki, gümüş direktoram, Səbah xanım deyir, ən genç gümüş direktorum. İnşallah qısa zamanda deyək, ən genç qızıl direktorum. İnşallah, gözləyirəm. İnşallah. Düşünürəm ki, yaxın zamanlarda o da olacaq. Yəni, xanımlar, baxın, sizə həqiqətən hər birinizə uğurlar arzu edirəm ki, daha da və hər birinizə istəyərəm ki, qısa zamanda direktor görün. Burada olan hər bir xanımda ki, növbəti tədbirlərdə direktorlar kimi səhnələrdə olasınız. Hər bir xanımda bunu bacaracaqsınız. Aysel'in bir daha İnşallah ki, çox tədbirlərimiz olsun ki, bizlərlə iştirak edək. Çox sağ olun. Ben size havale edirəm çıxışlarınızı.